Salam əziz şagirdlər. 20 dairəsində onluq və təklik mövzusu üçün nəzərdə tutulmuş ev tapşırığının izahına başlayaq. Dairələrin sayına uyğun onluq və təklikləri yazın. Başlayaq. Əziz şagirdlər, burada 1, 2, 3, 4. Deməli, onluqların sayı 4-dür. Yazırıq. 4 onluq. Təkliklərin sayı bəs nə qədər? Sayaq. 1, 2, 3, 4, 5, 6. Deməli, burada 6 təklik var. Sizcə 4 onluq, 6 təklik olan ədəd hansıdır? Bəli, 4 onluq o deməkdir ki, 40-dır. 6 isə elə 6-dır. Deməli, yazırıq. 46. 46 ədədində 4 onluq, 6 isə təklik var. Keçək digər ədədə. Burada onluqların sayı 1, 2, 3-dür. Yazırıq 3 onluq. 1, 2. 2 isə təklik. Sizcə 3 onluq, 2 təklik hansı ədəd olacaq? Bəli, bu ədəd 32 olacaq. Çünki 32 ədədində onluqların sayı 3, təkliklərin sayı isə 2-dir. Əhsən sizə. Ədədləri onluq və təkliklərinə ayırmaqla ədəd üçlüyündə təsvir edin. Əziz şagirdlər, gəlin baxaq. Burada 70 ədədi verilib. 70 ədədində onluqların sayı neçədir? Bəli, onluqların sayı 7-dir. Əgər onluqların sayı 7-dirsə, deməli, biz bunu 70 kimi yaza bilərik. Təkliklərin sayı isə 0-dır. Deməli, biz bunu elə 0 kimi yazırıq. O deməkdir ki, 70 ədədini 70 və 0 olmaqla 2 hissəyə ayırmaq olar. Keçək, digərinə baxaq. Burada 82 ədədi verilib. 82 ədədində onluqların sayı 8-dir. 8 onluq nə deməkdir? Bəli, 80 deməkdir. Təkliklərin sayı isə 2 dənədir. Deməli, burada 2 təklik elə 2-dir. Deməli, 80 ədədi 80 və 2 olmaqla 2 hissəyə ayrılıb. Əhsən sizə. Rəqəmləri eyni olan bir neçə 2 rəqəmli ədəd yazın. Bu ədədlərdə neçə onluq və təklik olduğunu qeyd edin. Başlayaq. Əziz şagirdlər, bilirik ki, 2 rəqəm birləşərək 2 rəqəmli ədəd düzəldir. Və bizdən istəyirlər ki, rəqəmləri eyni olsun. Yəni, burada mən 3 yazıramsa, deməli, sonraki ədəd də 3 olmalıdır. Və bu ədəd olacaq 33. Sizcə 33 ədədində onluqların sayı neçədir? Bəli, 3-dür. Yəni, burada 3 onluq var. Təkliklərin sayı bəs neçədəndir? Bəli, təkliklərin sayı da 3-dür. Yazırıq 3 təklik. Deməli, 33 ədədi 3 onluq və 3 təklikdən ibarətdir. Yazaq daha sonra. Məsələn, 44. Rəqəmlər eynidir və 2 rəqəm birləşərək 2 rəqəmli ədəd düzəldir. Burada onluqların sayı 4-dür. Yazırıq 4 onluq. Təkliklərin sayı isə 4-dür. Yazırıq 4 təklik. Deməli, 44 ədədi 4 onluq və 4 təklikdən ibarətdir. Əhsən sizə.